Keçən dəfə sizə bu mövzu barəsində danışdım ki, hər bir məclisin dəyəri o məclisin şəxsiyyəti ilə bağlıdır. Bu məclis İmam Hüseyn əleyhissalamın adına olduğuna görə bu məclisin də dəyəri üstündür. Sadə bir insanın yas mərasimi deyil, matəmi deyil. Bu məclis İmam Hüseyn əleyhissalamın məclisi olduğuna görə bu məclisin dəyəri, fəziləti, Allah qatında hörməti var. Necə ki, bura gələndə dedim, sizdən soruşanda demirsiniz, üzür yerinə gedirəm. Deyirsiniz, İmam Hüseyn məclisinə gedirəm. Ona görə bu məclislər dəyərli məclislərdir. Kimin şəxsiyyəti üstündürsə, kimin şəxsiyyəti ucadırsa, onun haqqında qurulan məclis də ucadır. Parçalara baxın, məclisimizdə yazılan sözlərə baxın, hansı üzürdə dünyasını dəyişən insan üçün bu sözlər yazılır. Bu sözlər hamısı bir hikməti var və o sözlərin arasında dünənləri birini danışdım. Hər gün məclisimizi başlayanda Aşura ziyarətnaməsi oxuyuruq, İmam Hüseyn əleyhissalama salam veririk və salamın birinci cümləsi bu idi. Əssəlamü əleykə ya Əba Əbdillah. Salam olsun sənə, ey Abdullahın nəyi? Atası. Dedi İmam Hüseyn əleyhissalam dünyaya gələndə Peyğəmbərə qucağına onu verəndə Peyğəmbər onun adını qoydu ki, ey Abdullahın atası. Halbuki İmam Hüseyn özü uşaq idi, hələ evlənməmişdi. Öz Abdullah adlı oğlu hələ yox idi. Mənasını dedi ki, mənası budur ki, Abdullahın atası, Abdullah Allahın bəndəsi, Allahın nökəri. Hər kim bu dünyada Allahın sözünə qulaq asırsa, Allahın quludursa, Allahın bəndəsidirsə, İmam Hüseyn ki, onların ən üstünü də onun atasıdır. İndi bu günləri yenə də o ziyarətnamənin ikinci bir cümləsini diqqətinizə çatdırıram. Sonra İmam Hüseyn əleyhissalama belə salam veririk. Əssəlamü əleykə yəbnə Rasulillah. Salam olsun sənə, ey Peyğəmbərin balası. Aha, bu kimdir? Bu şəxsiyyətin adı nədir? Peyğəmbər balasıdır. Peyğəmbərin hörməti var. Bu da onun oğludur, balasıdırsa onun da hörməti var, dəyəri var. Yığışdığımız məclis, yəni biz deyə bilərik, hara gedirsən, hansı məclisə gedirsən, Peyğəmbər oğlunun məclisinə gedirəm, Peyğəmbər balasının məclisinə gedirəm. Bəziləri imamlarımızı etiraz ediblər. Deyiblər ki, siz Peyğəmbərin qız nəvəsisiz. Peyğəmbərin qızı xanım Fatimə-i Zəhra salamullah əleyhanın oğlanlarıdır Həsən və Hüseyn. Ataları Həzrəti Əli, Allahın salamı olsun onlara. Cavab, imamlarımız müxtəlif cavablar veriblər. Onlardan biri budur. Allah Teala Qur'an-ı Kərimdə İsa Peyğəmbəri də İbrahim Peyğəmbərin övladı hesab edir. İmam deyir, Quran oxumamısınız? Açın, oxuyun Quranı. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, Peyğəmbərləri sayır, İbrahimin nəslini sayır. Sonra buyurur ki, İsa əleyhissalam da İbrahim Peyğəmbərin nəyidir? Onun övladındandır. Halbuki sonra imam sual verdi. İsa'nın atası var idi. Qarışdırıbdır, xeyr. İsa əleyhissalam Qur'an-ı Kərimdə də var. Bugün Məsihilər, Xristiyanlar da deyirlər. İsa Peyğəmbərin anası olub, amma atası olmayıb. Möcüzəvi formada Allah Teala ona Cəbrail əleyhissalamın üfürməyi ilə onu atasız ana bətnində uşaq dünyaya gəlir. Bunu bütün dinlər qəbul edir. Yaxud da imamlarımızdan, alimlərimizdən Ali-İmran surəsinin 61-ci ayəsini deyiblər. Peyğəmbərimizi xristiyanlar mübahiləyə çağırdılar. Yəni, bir adama bir söz deyirsən, haqqı qəbul eləmədi, söz bitdi. Deyirsən, yaxşı, kimin haqq olduğunu bilmək istəyirsən, sənsən haqq yoxsa mən, sənsən batil yoxsa mən, gəl bir-birimizə qarğış eləyək, Allahdan bəla istəyək. Bütün dinlərdə var bu. Peyğəmbərə Allah Teala əmr elədi ki, səni xristiyanlarla o məclisə gedəndə, qarğış məclisinə gedəndə, mübahiləyə gedəndə, Allahdan bəla istəyəndə özünlə əbnaəna, övladlarınızı, oğullarınızı aparın. Qur'an-ı Kərimdə Allah Teala ora aparılan Həsən və Hüseyn əleyhissalama Peyğəmbəri nə edir? Oğulları, övladları. Peyğəmbər özü də dəfələrlə cəmaata üzün tutub deyirdi ki, Həsən və Hüseyn mənim oğlumdur.
Birbaşa Peyğəmbər buyurdu. Bunu həm Əhl-i Sünnə qardaşlarımızın da kitablarında, Tirmizidə nəql olunub. Peyğəmbər buyurur ki, Həsən və Hüseyn mənim övladlarımdır. Başqa bir də Peyğəmbər buyurur, Həsən və Hüseyn mənim iki oğlum cənnət cavanlarının ağasıdır. Behişdə gedənlər, inşallah Allah hamımızı behişdə əhlindən qərar versin. Behişdə qoca yoxdur. Qocanın behişdə nə işi var? Beli bükülüb, dişi tökülüb, saçı ağarıb. Behişdə hamısı cavandır. Bədənin ən yaxşı gümrah vaxtı cavanlıqdır. Behişdə qocalamaq yoxdur. Hamısı cavandır. Amma behişdə olanların da, cavanların da ən üstünü ağası kimdir? Həsən və Hüseyndir. Peyğəmbər buyurur və bunu bütün müsəlmanlar qəbul edirlər. Allahın salamı olsun hər ikisinə. İndi belə bir şəxsin, Peyğəmbər balasının, cənnət cavanlarının ağasının məclisinə yığışmaq, bu məclisdə əyləşmək, sinə vurmaq, mərsiyə demək, şeir demək, çay paylamaq, ayaqqabı cütləmək, əlindən gələni malıyla, canıyla xidmət göstərmək, inanın mənə, mənim sözümdür, hər kəsə nəsib olmaz. Sizə mən bugün həmin o xoşbəxt insanlardan birindən danışıram ki, indi də yaşayır, adı çəkilir, dindar, qeyri-dindar, hamısı ona hörmətdən danışır. Bizim Azərbaycanımızın ən tanınmış şairlərindən, ümmətin şairidir, müsəlmanların şairidir. Amma Azərbaycan dilində, türk dilində, fars dilində, ərəb dilində şeirlər oxuyan hamımızın tanıdığı Muhammed Füzulidir. Şairdir. Şeirləri qalır. Hamısı onun şeirlərinə qiymət verir. Elə bir şair tapmazsan bu günləri, onun şeirindən sitat gətirməsin. Onun əsərlərinə müraciət eləməsin. Muhammed Füzuli tanınmış şair, iki imamın hərəmində, Həzrəti Əli əleyhissalamın və İmam Hüseyn əleyhissalamın hərəmində xidmətçi olub, xadim olub. Yəni girənlərin ayaqqabısını cütdüyüb, qabağına çıxıb, hətta bir yerdə oxudum, bir söz nə işə baxır? Bəlkə bəzilərimiz ona sadə baxaq. İmam Hüseyn əleyhissalamın hərəmində şam yandırmaq işlə baxıb. Şam nədir ki? Belə baxanda. Bu adam bir şamın yandırılmasının üçün İmam Hüseyn hərəmində özünü nökər bilib, xidmətçi bilib. İmam Hüseyn əleyhissalam haqqında və Əhl-i Beyt haqqında şeirlər deyib. Amma bir kitabı da onun Həqiqətü Süəda adında olan kitabı Muhammed Füzulinin qalmaqdadır. Məndə evdə var, nüsxədir, Azərbaycanda da çap olub. Həqiqətü Süəda, Xoşbəxtlərin bağı adı. O kitabın özünün xüsusilə Kərbəla hadisəsi haqqında yazıb. Bir neçə şeirin deyəcəyəm sizə. Muhammed Füzuli İmam Hüseyn əleyhissalamın hərəminin xidmətçisi ola-ola o boyda şair. Dünyasını dəyişəndə öz vəsiyyətinə İmam Hüseyn əleyhissalamın hərəminin xidmətçisini olmağa kimə nəsib olar? Dünyavi dəyişəsən səni bastırırlar harda? İndi də gedənlər deyirəm qəbrin yerini sizə. İmam Hüseyn əleyhissalamın ziyarətgahına girəndə qapılar var. Onlara bab deyirlər. Babul qiblə. Qiblə qapıda. Qiblə qapısından girin. Muhammed Füzulinin qəbri oradadır. Hərəmi genişləndirəndə, oranı dağıdanda, bütün qəbirləri dağıtdılar. O qəbrə çatanda 2 nəfərin qəbri saxlanıldı. Bir də Muhammed Füzulidir. Bu elə belədir. Əbəs yerədir. Çox alimlərin qəbri orada getdi. Çox seyidlərin qəbri getdi. Amma İmam Hüseyn üçün şeir deyən Muhammed Füzulinin qəbri qalır. Bizim Azərbaycan zəvvalarından soruşa bilərsiniz. Gedənlər də gedib ziyarət eləyirlər. Mən görmüşəm. İndi Füzuli o qədər İmam Hüseynin aşığı olub. O qədər İmam Hüseynin hörmətini saxlayıb. Bunun üçün danlanıb. Ona sözlər deyilib. Amma həmişə görün Əhl-i Beytin haqqında nə deyib. Mən 2 şeirin deyirəm sizə. Baxın. Biz Hüseyn süfrəsinin nanunəmək pərvəriyik. İmam Hüseyn süfrəsində biz olan duz çörəklə böyüyənlərik biz. Biz Hüseyn süfrəsinin nanunəmək pərvəriyik. Harda vardısa Hüseyn adı, ona müştəriyik. Gecə gündüz o şaha növhə deyib ağlamışıq. Gər qəbul etsə bizi, qəbul etsə onun nökərinin nökəri. Özü yox. İmam Hüseynin nökəri olmaq hər adama nəsib olmur. İmam Hüseynin nökərinin nökəriyəm mən. İndi Muhammed Füzuli bu şeiri deyir. Azərbaycanda bir dənə kostyum geyinən, qalstuk taxanın biri qalxıb deyir. Bu İmam Hüseyin məhəbbəti Kərbəla nədir filan ağlaşırsınız.
Xahiş edirəm, get öz canını öz hayva ağlarsan. Nə bilirsən İmam Hüseyn nədir? Kərbala nədir? Yazıq. İmam Hüseynin şiələri də İmam Hüseyn kimi məzlumdur. Ona çox sözlər dedilər. Çox danladılar. Amma Füzuli o danlaqlardan qorxmadı. Bir şeirini də Allah hifz eləsin bizim şair qardaşımız bu yaxınlarda Fariz qardaşımız mənə göndərmişdi. O şeiri deyib söhbətimi keçirəm digər bir hissəsinə. Ucaldın qəbrimi ey bidərdlər. Ey dərd çəkməyənlər, məni danlayanlar. Ucaldın qəbrimi mənim. Səngi məlamətdən ki, məlum ola dərd əhlinə qəbrim o məlamətdən. Mənim qəbrimi ucaldın, o qədər daş tökün qəbrimə. Qəbrimi daşlayın, qəbir qalxsın daşlardan. Bu danlamağa görə. Niyə İmam Hüseyndən danışırsan? O qədər qəbrə daş tökəsən ki, qəbir şişə belə böyüyə. Məzarım üstə qoymuyum mil. Əgər küyindən can versəm, qoyun bir sayə düşsün qəbrimə, ol sərvər qamətdən. Qəbrimin üstünə qəbri daşıyan lazım deyil. İmam Hüseyn İslamın minarəsi də yox. Minarəsinin kölgəsi qəbrimə düşsə mənə bəsdir. Şair söz əhlidir. Sözü də deyir, başa düşənlər başa düşür. Azərbaycanın tanınmış, müsəlmanların tanınmış şairinin Əhl-i Beytə İmam Hüseynin qəbrinin minarəsinin kölgəsi haqqında dediyi budur, qardaşlarım. Biz belə bir məclisdə əyləşmişik. Belə bir imamın məclisində əyləşib xidmətçi olmuşsunuz. Allah bunu sizdən qəbul eləsin. İkinci bəhsim. İmam Hüseyin əleyhissalamın ehtiramı budur ki, o peyğəmbər balasıdır. Salam olsun sənə ey peyğəmbərin balası. Həm də bundan bir mərtəbədə üstündür. O nədir? Cümləyə bax. Baba, bu parçalardan orada əyləşən ağsaqqalların başı üstə o hədis vurulub. Bu hədisi həm əhl-i sünnə qardaşlarımız, həm əhl-i beyt alimləri, şiələr yazıblar. Peyğəmbəri qonaq çağırmışdılar. Peyğəmbər qonaqlığa gedirdi. Yeməyə dəvət olunmuşdu. Keçəndə gördü, uşaqlar oynayırlar. Uşaqların arasında oğlu Hüseyn də var. Peyğəmbər dayandı. Getdi uşaqlara tərəf. İmam Hüseyni çağırdı. Əlin astı. İmam Hüseyni qucaqladı və bu cümləni dedi. Hüseynun minni və ənə min Hüseyn. Hüseyn məndəndir. Bəli, oğludur, nəvəsidir. Mən də Hüseyndənəm. Hələ mən özüm də Hüseyndənəm. Ardı var. Hüseyn məndəndir. Bir ata deyər, bu oğul məndəndir. Bu nəvəm məndəndir. Amma mən də ondanam. Bax, bunun mənası nədir? Qulaq as. Sonra Peyğəmbər görün nə dedi? Əhəbballahu mən əhəbbə Hüseynən. Xoş halınıza. Allah sevsin o adamı ki, Hüseyni sevər. Daha əyləşmişsiniz. Allah siz sevir. Bir nişanəsi budur. Siz Hüseyni sevirsiniz. Hüseynun siftun minəl əsbat. Hüseyn Peyğəmbər övladlarından biridir. Quranda əsbat var. Baxanlar bilirlər. Amma hədisin mənası. Alimlər başlayıblar bu hədis üstündə belə deyək, bəhs aparmağa. Hüseyn məndəndir. Mən Hüseyndənəm nə deməkdir? Peyğəmbər Hüseyndəndir, yəni nə? Bir, deyirlər ki, Peyğəmbərin Allah tərəfindən olan missiyası vardı, Peyğəmbərliyi. Ondan sonra imamət gəlirdi. Peyğəmbər bununla başa salır ki, məndən sonra olan Həzrət Əli, Həzrət Əlidən sonra bu imamlar kimin nəslindəndir? İmam Hüseyndəndir. İmam Həsənin nəslindən deyil. İmamlar İmam Hüseynin nəslindəndir. Bir mənası budur. İki, Əhl-i Sünnə alimi, Şafii məzhəbinin tanınmış bir şəxsi deyir ki, bu hədisin özündən Qazi Vəkil adında biri Feyzül Qədirdə Mənavi nəql edir ki, o deyir ki, İmam Hüseyn ki gəldi, Peyğəmbər ki gəldi İmam Hüseyni qucaqladı, bu sözü dedi. Sanki orada olan ümmətə başa saldı ki, Hüseyn məndəndir, mən Hüseyndənəm, bunu sevəni Allah sevir, yəni ümmətin vaxt gələcək. Allahın sevdiyi, Peyğəmbərin sevdiyi şəxsə qarşı bu hörmətsizliyi eləyəcəklər. Əhl-i Sünnə diyor, hədisə izah verir. 3. Alimlər buyururlar, Hüseyn məndəndir, mən Hüseyndən. Burada baba ilə nəvənin söhbəti deyil. Bu Peyğəmbərə yaraşmaz. Peyğəmbər də hər bir baba kimi öz nəvəsini sevir, öz oğlunu sevir. Hüseyn məndəndir, mən Hüseyndənəm. Peyğəmbər gəldi, bir yol qoydu. İslam, din, Qur'an.
124 min peyğəmbərin axırıncısı Xatəmün Nəbiyyin bizim peyğəmbərdir. Daha peyğəmbər gəlməyəcək. Son peyğəmbərdir. İslam dindir. Quran kitabıdır. Bu Quran, bu din aradan gedəndə peyğəmbərin dinini qoruyan canı ilə, başı ilə, körpə Südəmər Əliğəsəli ilə, cavan Əli Əkbəri ilə namusunu, həyat yoldaşını, bacısı Zeynəbi ki, ən çox istəyirdi, Allahın salamı olsun onlara, onları Allah yolunda Yezidə qarşı dini qorumaq üçün qurban verən, fəda eləyən Hüseyndir. Dini yaşadan Hüseyndir. Və İmam Hüseyn əleyhissalama da deyəndə ki, ağacan, sənin bu işin nədir Yezidə qarşı çıxırsan? Yezid rəhbər olub ona görə. İmam Hüseyn ağa buyurur ki, əgər Yezid kimi bir rəhbər bu müsəlmanlara, bu insanlara rəhbər olsa, ələli İslami əssalam, İslamla sağollaşın, bu İslamın fatihəsini verin. O din ki, onda Yezid kimi başçı ola, onun fatihəsini verin. İnanmırsınız? Sizə and verirəm Allaha. Mən indi burada elə bir şey deyəcəyəm sizə. Əgər səhvəmsə, xahiş elə, məclisdən sonra yaxınlaşın, soruşun məndən. Necə ola bilər? Peyğəmbərin dini yaşayır, İslam yaşayır, Quran yaşayır. Dünyada 2 milyarddan çox müsəlman var. 2 milyon müsəlmanı Qəzzədə, Fələstində qırırlar. 60 mindən çox qadınları, uşaqları, üzr istəyirəm ağsaqqallardan, ana bətnində uşaqları belə İsrail, uşaq qatilləri, ana bətnində olan uşağı belə öldürürlər. Bu ümmətin imam özünə deyən, alim deyən, rəhbər deyən, Yezid deyən, hamısı Yezidin timsalında deyil, bəs nədir? Niyə susurlar? Amma İmam Hüseyn gətirən, İmam Hüseynin dediyi o din heç vaxt Fələstində olan körpələrin qətlamını susmaz. Necə ki, gördünüz, susmadılar. Tanınmış alim Ticcani Səmavi deyir ki, mənim əhl-i sünnə dostum var idi. Axırıncı kitabımı istədim ona verəm. Gəl bu kitabı oxu, bəlkə bundan sonra Əhl-i Beytin haqq olduğunu biləsən, imamları qəbul eləyəsən. Dedim, mənim daha kitab oxumağa ehtiyacım yoxdur. Dedim, niyə? Dedim, mən daha artıq özüm Əhl-i Beyti qəbul edib şiə olmuşam. Necə? Dedim, məni Fələstin şiə elədi. Bu ümmət durub tamaşa elədi. Əhl-i sünnə tamaşa elədi. Hamısı yox, çoxları. Ramazan ayında oruç tutdular, iftara əyləşdilər, xurmadan yedilər, kababdan yedilər, dəvə ətindən yedilər, amma Fələstində uşaqlar əllərində qab acından yağış suyu gözləyirlər. Budur İslam, budur din. Yezid kimi rəhbərə susmaq, İmam Hüseyn İslam özü nə dedi? Mən təzə bir şey gətirməmişəm ki, bizim dinlə. Mən onu sadə dinləyəm. İmam Hüseyn İslam buyur ki, mən cəddimin dinini diriltmək istəyirəm. Cəddim bir din gətirib, o din düşüb bugün Yezidlərin əlinə. İstəyirəm cəddimin dinini alam, dirildəm. Yaxşılığa əmr eləyəm, pislikdən çəkindirəm. Əgər bu ümmətdə, cəmaatın arasında bir pisliyi görürsənsə, susursansa, görürsən cəmaat yaxşılığı tərk edib dillənmirsənsə, həqiqi İslam deyil. İmam Hüseyn deyir, mənim işim Yezidə qarşı budur ki, cəmaatı dəvət eləyəm, gəlin, yaxşı işlər görək, pis işdən çəkindirəm. Gəlin bugün Fələstinə can yandıraq. Gəlin bugün bir-birimizə can yandıraq. Gəlin pisliyi görəndə sakit qalmayaq, susmayaq, deyək, danışaq. Bizim dinimizdə iki şey yoxdur. Allah hifz eləsin. Böyük alimlərdən biri Ayətullah Cavadi Amili gözəl bir söz deyir. Bizim İslam dinində iki dənə cümlə yoxdur. Mənə nə, sənə nə. Bu yoxdur bizim dildə. Bu iki dənə söz yoxdur bizdə. Filankəsin oğlu bədbəxt oldu, yazıq, narkotika istifadə edir, narkoman oldu, filankəsin qızı əxlaqsız oldu, filankəs acından öldü, filankəs filan, mənə nə? Necə mənə nə? Bu din deyil ki, bu saqqalı saxla. Ged Kərbalaya, hər il ged. Hər il ged həccə şeytana daş at. Nə faydası? Mənə nə yoxdur. İndi sənə də kimsə desə ki, qardaş, günahdır, eləmə, haqqa girmə, zülm eləmə, cəmaatın borcunu qaytar, gəl namaz qıl, ata-ananı hörmətsizlik eləmə, qonşuya hörmətsizlik eləmə, deyəməzsən sənə nə. Mənə nə, sənə nə? Hər kəs getdi öz işin dalıca, cəmiyyətdə fəsad olacaq. Bu günlərin müsəlman ölkələri, 50-dən çox ölkə, qulağının dibində, Misir 90 milyondur, ən yaxın ölkədir Fələstinə. Orada qırırlar müsəlman qardaşların, Misirdir mənə nə. Saudi Arabistan, həc oradadır, şeytanı orada qoblar daşlayırlar, Məkkə, Mədinə oradadır, deyir mənə nə. Necə anı mənə nə? O din ki orada mənə nə, sənə nə yoxdur, o din deyil. Ona görə İmam Hüseyn əleyhissalam peyğəmbərdəndir, peyğəmbərdir, Hüseyn məndəndir. Ona görə ki, bu dini qoruyan, bu dində ən güclü xət, qırmızı xət, Yezidlərə etiraz eləyən, haqqı dilinə gətirən, zülmə susmayan, insanları birliyə, qardaşlığa,
haqqa, məzluma kömək etməyə, bir-birinə can yandırmağa çağıran din, həqiqi İslam Hüseyn xəttidir, əleyhissalam. İmam Hüseyn əleyhissalamın belə bir dini qoruması, bugün bizim əlimizə İslam dininin çatması İmam Hüseynin qanının bərəkətindəndir. Körpə 6 aylıq Əli Əsgərinin boğazına dəyin oxunun qanlarının zəhməti bərəkətidir. Sonda mən söhbətimi qurtaranda hətta qeyri-müsəlmanlardan bir sitat gətirib söhbətimi bitirdim. Hətta qeyri-müsəlmanlar, dini araşdıranlar, onların arasında Alman filosofu Marbini, görün nə deyir? Müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseyn əleyhissalamın şəhadəti ilə bağlıdır. Ona görə ki, Hüseyn eşqi ilə yanan hər bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz. Almaniyalıdır. Etiraf edir ki, müsəlmanların bir müsəlman kimi, hələ bir xalq kimi də qalmağı, bir ümmət kimi, millət kimi qalmağı da kimə borclusuz? İmam Hüseyn. Yoxsa İsa Peyğəmbərin özü böyük şəxsiyyətdir, əleyhissalam. Xristiyanlığı nə günə qoyublar? Hərə öz işində, həftə bir dəfə gəl kilsədə, axun, molla, pulun verərsən, kassaya pul atarsan, nəzir qutusu qoyurlar ki, məhərəmi ya da bəzi mollar. Pulu at, keşiş sənsin deyəcək, Allah bunu bağışla, tövbə, ya Allah, gəl işində ol, yenə kəf elə. Yəhudilər bəlli, hansı din qalıb, yegana hərəkət eləyən, yegana yaşayan, din, Qur'anı olan, İslamı olan, Əhl-i Beyt yolu olan İmam Hüseyn əleyhissalamın qanının bərəkətindəndir. Ona görə qardaşlar, bu məclis ona görə bərəkətlidir. Siz belə bir kişinin məclisində iştirak edirsiniz. Siz belə bir imamın, peyğəmbər balasının məclisində iştirak edirsiniz ki, qədrinizi bilin.